Danışır psixolog. Danışır psixolog. Danışır psixolog. Axşamınız xeyir olsun. Real FM 107 dalğasında Danışır Psixologu dinləyirsiniz. Bugün maraqlı bir mövzuyla başlayırıq. Əslində az əvvəl həmkarım xəbərlərin sonunda elan etdi artıq. Bugün biz Danışır Psixologda duyu bütünləmə ilə travma arasındakı əlaqədən danışacağıq. Bəzən uşağın toxunuşdan qaçmasını, yemək seçməsini və ya qəfil səslərdə diksinməsini tərbiyə problemi kimi qiymətləndiririk. Halbuki bəzi hallarda bu davranışların arxasında travmanın sinir sistemində buraxdığı izlər dayanır. Belə ki, hiperhəssaslıq, hissiyatsızlaşma, donma reaksiyası, toxunma və seçicilik problemlərinin arxasında duran mexanizmləri bərabər müzakirə edəcəyik. Elə siz dinləyicilərimizlə bərabər qonağımızla birlikdə studiyamızın qonağı Logos Psixoloji və Nitq Mərkəzinin Əhmədli filialının duyu bütünləmə mütəxəssisi Allahverdi Qocaevdir. Allahverdi, mənim xoş gəlmisiniz. Salam Vasif bəy, dəvəti üçün təşəkkürümü bildirirəm sizə. Biz təşəkkür edirik. Maraqlı bir mövzudan başlayırıq. Artıq duyu bütünləmə dedikdə bir çox stereotipləri qırmışıq. İnsanlar bəzən çox sual verirdilər. Duyu bütünləmə nədir? Sensor inteqrasiya nədir? Normal halda hər kəs də bunu bilməli deyil. Əslində bu problemlə qarşılaşan ailələr, valideynlər və onun uşaqların yaxınları bunu bilirlər normalda. Amma bu gün biz duyu bütünləməyə biraz fərqli aspektdən yanaşmağa çalışdıq. Daha çox tibbi tərəflərini, daha çox pedaqojik tərəflərini və insanları narahat edə biləcək travmaya bağlı tərəflərini müzakirə etmək istədik. Elə vaxt itirmədən istərdim birinci sualımı ünvanlayım. Travma sinir sisteminə necə təsir edir və bu təsir sensor sistemdə necə görünür? Ümumiyyətlə, Vasif bəy, travma sinir sistemi uzun müddət oyanıqlıq vəziyyətdə saxlayır. Yəni, beyinə gələn siqnallar beyin daha çox şiddətli şəkildə və yaxud da intensiv şəkildə qəbul etməyə başlayır. Bunun da nəticəsində uşaq istər toxunsal olaraq, istər görsel olaraq, istər səsə qarşı və yaxud da ki, hərəkətə qarşı həddindən artıq çox reaksiya verməyə başlayır. Ümumiyyətlə, psixoloji və fiziki travmaların nəticəsində avtonom sinir sistemi aktiv hala keçməyə başlayır və simpatik və parasimpatik sinir sistemlərinə baxdığımız zaman simpatik sinir sistemi daha aktiv hala gəlir, lakin sakitləşmə lazım olan parasimpatik sistemi isə fəaliyyəti zəifləyir. Bunun da nəticəsində beynimizdəki amigdala, hipokampus və parafrontal korteksin zəifləməsindən biz müşahidə edirik sinir sistemindən və uşaq özünü travmaların nəticəsində sakitləşdirə bilmir. Uşaqların travmaların nəticəsində səsə, toxunsal olaraq və yaxud da ki, eşitsel olaraq yüksək travmaları almaların nəticəsində bəzi uşaqları biz bu kimi hallarda daha çox həssaslığını görürük, lakin bəzən də uşaqların tam əksi bu kimi hallara reaksiya verməməyi kimi də yəni müşahidə edirik biz bunları. Hər travma keçirmiş uşaqda duyu disbalansı yaranırmı, yoxsa bu bir mifdir? Xeyr, hər travma eyni nəticəni doğurmur. Yəni uşaqdan uşağa fərqlənir. Çünki bəzən elə uşaqlar olur ki, travmaya qarşı ümumiyyətlə dözümlü olurlar, travmanı hiss eləmirlər. Lakin bəzi uşaqlar da olur ki, travmaya qarşı həddindən artıq çox reaksiya verməyə başlayır. Bu da uşaqlarda sinir sisteminin rolunu göstərir ki, hər bir uşaqda temperamenti, yəni fərqli şəkildə olduğu üçün hər bir uşaqlara da travmalarını eyni yanaşa bilmərik. Misal üçün siz hər hansı bir travmaya qarşı normal reaksiya versiya dözümlülüyünüzü göstərirsiniz, lakin mən eyni sizin yaşadığınız travmaya həddindən artıq çox həssas yanaşa bilərəm və həmin travmanın uzun müddət təsirinin altında qala bilərəm. Və bir nüans da var ki, əslində biz bəzən travma olmayan nüansları da özümüzdə travma kimi həyatımızda davam etdirib gedirik və çox eşidirik bunu. Onun travması var, bunun travması var, bunun bu travması olub. Əslində burada ciddi şəkildə mütəxəssisə müraciət etmək lazımdır ki, həqiqətən də bizim travmalarımız nədir? Biz bunu həqiqətən travma olduğunu təyin eləyək və travma olduğu halda o travmadan qurtulaq. Elə mütəxəssis demişkən istədim sponsor haqqında məlumat verim. Dəyərli dinləyicilərimiz, 2014-cü ildən etibarən fəaliyyətə başlayan Logos Psixoloji və Nitq Mərkəzi artıq 10 ildən çoxdur ki, bütün yaş qrupları üzrə psixoloji xidmətlər göstərir. Mərkəzdə klinik psixologiya, uşaq və yeniyetmə psixoterapiyası, nitq və inkişaf pozuntularının diaqnostikası və korreksiyası sayəsində peşəkar yanaşma təqdim edilir. Gecikmiş danışıq və nitq inkişafında problemlər, autizm spektri pozuntusu, hiperaktivlik və diqqət çatışmazlığı, yeniyetmələrdə depressiya, özgüvən problemi və şəxsiyyət axtarışı, sosial fobiya, panik atak, obsessiv kompulsiv pozuntular və yuxu problemləri, ailə daxili münasibətlərin psixoloji məsləhətləndirilməsi, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi ilə yanaşı, eləcə də psixoloji və nevroloji problemlər
problemlərin bərpasında mühüm rol oynayan müalicəvi idmanla dəstəkləyici proqramlar həyata keçirilir. Mərkəz peşəkar mütəxəssis heyəti ilə Gəncə, Bərdə, Lənkəran və Quba şəhərlərində, həmçinin Sumqayıt və Bakı üzrə Gənclik, Yasamal, Əhmədli və Xırdalan filiallarında xidmət göstərir. Adı çəkilən şəhər və bölgələrdə yerləşən filiallardan peşəkar dəstək almaq və qeydiyyatdan keçmək üçün Ulduz 46 48 nömrəsinə 724 zəng edə bilərsiniz. Xüsusilə qeyd edim ki, Bərdə şəhərində keçən həftənin 6-cı günü, yəni ayın 21-i tarixində yeni filial açıldı. Təbrik edirəm bu arada siz də Logos Psixoloji və Nitq Mərkəzinin əməkdaşsınız. Həmçinin mən də oranın əməkdaşıyam. Hər birimizin uğurudur, hər birimizin sevincidir bu əslində bölgələrdə bu qədər çox funksiyalı işlərin görülməsi. Qaydaq mövzumuza, travmanı danışdıq ki, hər bir travma duyu disbalansı yarada bilirmi? Bəs hiperhəssaslıq nədir və valideyn bunu gündəlik həyatda necə müşahidə edə bilər? Ümumiyyətlə hiperhəssaslıq stimullara qarşı həddindən artıq çox reaksiya verməkdir. Stimullara qarşı həddindən artıq çox reaksiya vermək dedikdə nə nəzərdə tutulur? İstər uşaq hər hansı bir əşyaya toxunduqda, istər uşaq hər hansı bir qidanı yedikdə, istər hər hansı bir qoxunu təhlükəli hiss etdikdə və yaxud da ki, istər hərəkətə qarşı və yaxud da ki, istər hər hansısa bir bədən fərqindəliyinə qarşı olan bir reaksiyalara həddindən artıq çox reaksiya verməlidir. Bu kimi hallarda da uşaqlarda hiperhəssaslıq göstərilir. Hiperhəssaslığın özü, yəni ki, uşağın hərəkətlərə qarşı, toxunuşlara qarşı həddindən artıq çox reaksiya verməsi deməkdir. Bəs hissiyatsızlaşma hansı hallarda ortaya çıxır? Hissiyatsızlaşma ümumiyyətlə travmalara qarşı qoruyucu bir mexanizmdir. Bu zaman uşağın bunun kök səbəbində uşağın birbaşa sinir sistemi rol oynayır. Yəni ki, bəzən uşaqlarda biz travmalara qarşı reaksiya verməməklərini görürük. Yəni uşaqların ağrıya qarşı və yaxud da ki, uşaqların təhlükəyə qarşı hissiz yanaşmağını görürük. Yəni və yaxud da ki, uşaqların qarşısındakı insanlara qarşı laqeyd və diqqət göstərmədiyini görürük. Bu kimi hallar əslində travmalara qarşı qoruyucu bir mexanizmdir. Yəni bu zaman uşaqlardan zəiflik deyil. Bu uşaqların sinir sisteminin birbaşa mexanizminin göstəricisidir ki, travmalara qarşı özlərini qoruyurlar. Təşəkkür edirəm. Dəyərli dinləyicilərimiz, 077 710 71 07 WhatsApp xəttimiz, 404 15 94 şəhər telefonumuz ixtiyarınızdadır. Zəng vurub suallarınızı ünvanlaya və qonağımızla bərabər sizi narahat edən məqamları müzakirə edə bilərsiniz. İndi isə musiqi fasiləsinə ayrılıq, siz isə dalğanı dəyişməyin. Təkrardan axşamınız xeyir olsun. Qaldığımız yerdən davam edirik. Danışır Psixoloqda bugün duyu bütünləmə ilə travma arasında əlaqəni danışırıq. Studiyada qonağımız Logos Psixoloji və Nitq Mərkəzinin Əhmədli filialının duyu bütünləmə mütəxəssisi Allahverdi Qocayevdir. Telefon xəttində dinləyicimiz var, Yeganə xanım bizimlədir. Alo, vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun, yaxşı vaxtınız. Sünnətli dinləyirdim. Təşəkkür edirəm. Qulaq astım. Mən 5 yaşında qızım var. Məsələn, o yıxılanda bir həmin gün və yaxud ertəsi günü ağlamır. Belə heç bir şey hiss eləmirik. 2 gündən sonra baxıram ki, o yıxılıb dəyilən yer, həmin hissə göyərib. 2 gündən sonra fəsadını görəm. Ancaq həmin an, yəni bu uşaq reaksiya vermir də. Yəni belə ağlamasını indirdim. 2 gündən sonra başlayır hiss etməyə. Sualınız var mı Allahverdi müəllim? Müraciətim olsun. Yeganə xanım, Nəyə görə belə olsun? Yeganə xanımın dediklərindən mən anladım ki, uşağın ümumiyyətlə bədən fərqindəlik hissiyatı zəifdir. Sizin öncəki efirlərimizdə və yaxud da ki, efirlərimizdə qonaq olduğumuz zaman, yəni bu sualları mənə ünvanlanıb. Yəni uşağın bədən fərqindəliyi zəif olduğu üçün uşağın ağrı hissiyatı yoxdur. Yəni duyum eşiyi zəifdir. Ona görə bu uşağı valideynlər çox zaman deyir ki, uşağın yəqin zəif yıxılıb deyə ağrını hiss eləmirlər, amma əslində uşağın duyum eşiyi zəifdir, bədən fərqindəliyi zəifdir ki, uşaqlar yıxıldığı zaman ağrını hiss eləmirlər. Bu uşaqların əksər hallarda o qədər aktiv olduqları üçün beyinlərinə etdiyi hərəkətlər normal siqnallar vasitəsilə normal beyinə getmir. Beyin də həmin siqnalları da emal eləməkdə çətinlik çəkir. Yəni bu kimi hallarda həmin uşaqların bədən fərqindəliyi və intereseptorları zəif fəaliyyətə keçdiyi üçün həmin uşaqlar duyum eşiyi zəif olduğu üçün ağrını hiss eləməməyə başlayırlar. Və valideynlər də elə bilirlər ki, övladlarında zəif yerə yıxılıb və yaxud da ki, ağrı hissiyatı zəifdir deyə, yəni yüngül ağrı deyə uşaqlar ona elə də güclü bir reaksiya vermirlər. Öncə də dediyim kimi də uşaq hiperhəssas deyil də hiperhəssasdır. Yəni ağrı hissiyatı olmur. Yəni Yeganə xanıma zəngi üçün təşəkkür edirəm, amma sizi bu sualla
davam etdirmək istəyəcəm ki, bəs belə bir problem olduğu zaman əgər valideyn Yegan xanım sağ olsun, həssas bir anadır, görüb bunu ən azından hansı izlərdən görür, sonrasında hiss edir, o an ağrı hissi olmasa belə, valideyn bunun fərqinə varmasa bu problem bizlə bərabər böyüsə uşaqlığımızda hansı risklərə gətirib çıxardır? Ümumiyyətlə bu problem erkən üzərinə düşünmədikdə və yaxud da ki, bu problemi korreksiya bütün problemlər kimi, bəli, bütün problemlər kimi, yəni gələcəkdə çox böyük fəsadlar yarada bilər. İstər istini və yaxud da ki, soyuğu ayırd edə bilmədiyimiz kimi əlimizi qaynar çaydana vurduğumuz zaman əlimiz yana bilər və yaxud da ki, gələcəkdə ağır travmalar nəticəsində həmin hissiyat zəif olduğu üçün artıq bir duyu sistemi digər duyu sistemlərindən də özünə doğru çəkəcək və passivləşdirdiyi üçün uşaq hərəkətliliyi də bir müddət sonra anlamlı şəkildə olmayacaq və bu kimi hallarda uşaqlarda avtomatik olaraq anlam qavramı da zəifləməyə başlayır. Təşəkkür edirəm. Az əvvəl donma reaksiyasından danışdıq. İstərdim elə oradan davam eləyək. Donma reaksiyası diqqət çatışmazlığı ilə necə fərqlənir? Ümumiyyətlə donma reaksiyası hərəkət qarşısında təhlükə hiss etdikləri zaman donub qalması deməkdə nəzərdə tutulur. Bəzən donma reaksiyasını diqqət əksikliyi kimi nəzərdə tutulur. Lakin donma reaksiyası təhlükə hiss etdiyi zaman beyin intensiv şəkildə siqnalları qəbul etdiyi üçün uşaqlar və yaxud da ki, böyük insanlar bu kimi hallarda təhlükə qarşısında donub qalırlar. Bunun da kök səbəbləri odur ki, kök səbəblərinə baxdığımız zaman belə deyim, siqnallar beyinə normal şəkildə getmədiyi üçün uşaq sanki təhlükəni hiss eləmir də, təhlükəni sezmir də, təhlükənin qarşısında donub qalırlar. Yəni və bəzən bunları valideynlər çox zaman diqqət əksikliyi kimi nəzərdə tutur. Əslində bu o deyil. Donma reaksiyası bədənlə beyin arasındakı əlaqə zamanı bloklanmağa başlayır. Yəni bu kimi hallara donma reaksiyası deyilir. Lakin bəzən biz valideynlərdən eşidirik ki, uşaqlarında diqqət əksikliyi olduğu zaman deyirlər ki, uşaqlarında donmalar var və yaxud da ki, övladlarında donma reaksiyası olduğu halda deyirlər ki, uşaqlarında diqqət əksikliyi var. Heç bunun fərqinə varmayan valideynlər varmı? Əlbəttə ki, bunun fərqinə varmayan valideynlər də var. Daha sonra bizə 7-8 yaşlarında, yəni gec yaş deyil əslində, yəni donma reaksiyası ilə ki, donma reaksiyasını müəyyən bir istər psixoterapevtlər tərəfindən və yaxud da ki, kökünə baxmaq lazımdır ki, bunun kök səbəbi nədir? Yəni kök səbəbinə baxmadan ona görə hər bir uşaq ayrı şəkildə dəyərləndirilir və hər bir uşağa fərqli şəkildə yanaşma proqramlarımız var. Biz burada uşağın kökünə baxmaq lazım ki, kök səbəbinə baxmaq lazımdır. Uşaqda donma reaksiyasıdırmı, yoxsa diqqət əksikliyidir? Bəzən donma reaksiyaların zamanı uşaqları laqeyd kimi yanaşır deyə göstərirlər və bu zaman uşaqlarına daha da travma edirlər ki, sənin diqqətin əksikdir, sən diqqətini daha çox verməlisən. Əslində bu kimi hallarla valideynlər övladlarına yanaşdıqları zaman övladlarında travma yaradırlar. Çox təşəkkür edirəm. Bizim qısa bir reklam fasiləmiz var. Reklamlardan sonra qaldığımız yerdən davam edəcəyik. Dalğanı dəyişməyin. Danışır psixolog. Bəli, qaldığımız yerdən davam edirik. Logos Psixoloji və Nitq Mərkəzinin sponsorluğu ilə Danışır Psixoloqu dinləyirsiniz. Logos Psixoloji və Nitq Mərkəzi 2014-cü ildən etibarən fəaliyyətə başlamış bir mərkəzdir. 10 ildən çoxdur ki, bütün yaş qrupları üzrə psixoloji xidmətlər göstərir. Mərkəzdə klinik psixologiya, uşaq və yeniyetmə psixoterapiyası, nitq və inkişaf pozuntularının diaqnostikası və korreksiyası sayəsində peşəkar yanaşma təqdim edilir. Gecikmiş danışıq və nitq inkişafında problemlər, autizm spektr pozuntusu, hiperaktivlik və diqqət çatışmazlığı, yeniyetmələrdə depressiya, özgüvən problemi və şəxsiyyət axtarışı, sosial fobiya, panik atak, obsessiv kompulsiv pozuntular və yuxu problemləri, ailə daxili münasibətlərin psixoloji məsləhətləndirilməsi, valideyn-uşaq münasibətlərinin tənzimlənməsilə yanaşı eləcə də psixoloji və nevroloji problemlərin bərpasında mühüm rol oynayan müalicəvi idmanla dəstəkləyici proqramlar həyata keçirilir. Mərkəz peşəkar mütəxəssis heyəti ilə Gəncə, Bərdə, Lənkəran və Quba şəhərlərində, həmçinin Sumqayıt və Bakı üzrə Gənclik, Yasamal, Əhmədli və Xırdalan filiallarında xidmət göstərir. Adı çəkilən şəhər və bölgələrdə yerləşən filiallardan peşəkar dəstək almaq və qeydiyyatdan keçmək üçün Ulduz 46 48 nömrəsinə 724 zəng edə bilərsiniz. Biz isə qaldığımız yerdən davam edirik. Studiyada qonağımız Logos Psixoloji və Nitq Mərkəzinin Əhmədli filialının duyu bütünləmə mütəxəssisi Allahverdi Qocayevdir. Bugün biz duyu bütünləmədən danışırıq, travma sonrakı əlaqədən danışırıq və bunların bir-biri ilə əslində nə qədər əlaqəsi olduğunu, travmanın insan həyatında, uşaqların həyatında nə qədər iz buraxdığını, nə qədər biz onu müşahidə etmədiyimiz hansı problemlərə gətirib çıxardığını danışırıq. Allahverdi, mən qaldığımız yerdən davam edək. Travma sonrası uşaqlarda yemək seçiciliyindən istəyirəm danışasınız biraz da. Çünki duyu bütünləmə dediyimizdə əslində ən tez ağlımıza gələn seçicilikdir. Hansı ki müəyyən əşyalara, yeməklərə, qidalara toxuna bilməmə, saç kəstirdiyi zaman olan kaprizlər, bizim kapriz dediyimiz dırnaqarası davranışlar. Bunlardan biraz danışaq. Bu yemək seçiciliyinin travma ilə nə qədər əlaqəsi var? Ümumiyyətlə Vasif bəy, mövzuya çox gözəl yanaşırsınız. Uşaqlarda bu kimi həssaslıqlara qarşı çox gözəl yanaşırsınız. Bəzən valideynlərin uşaqların bəzi hər hansı bir qidaları
istəmədikləri zaman və yaxud da ki, hər hansı bir qoxunu sevmədikləri zaman valideynlərin uşaqlara travması nəticəsində uşaqlarda oral taktil həssaslıq yaranır. Bəzən də yəni bu valideynlər tərəfindən olunmur. Uşaqlar bağçaya getdikləri zaman bağçada uşaqlara məcburi şəkildə qidalar yedirildiyi zaman və yaxud da ki, hər hansı bir qoxunu sevmədiyi zaman həmin qoxuların daha çox olması bu uşaqlarda travmaya gətirib çıxardır. Bununla daha sonrasında uşaqlar qidalara qarşı bloklamağa başlayırlar və bəzən də valideynlər uşaqlar qidaları blokladığı zaman digər yöndən baxmırlar da, lakin uşaqlara yəni məcbur şəkildə qidaları verməyə başlayırlar. Yəni daha sonra da uşaqlarda yəni həmin qidaları yedikdən sonra qaytarmağa başlayırlar. Yəni bu bir tərbiyə növü deyil. Yəni məcbur şəkildə uşağa qida verilməsi, bu cürlə mən qidanı verdiyim zaman uşaq bir dəfə inkar edəcək, iki dəfə inkar edəcək, daha sonra həmin qidanı yeməyə başlayacaq. Fərqli bir pəncərədən baxmaq istəyirəm. Sözünüzü kəsdim, üzr istəyirəm. Uşağın əgər yeməyi bloklayırsa, hansısa bir qidada seçiciliyə başlayırsa, burada valideynin əslində rolu nə qədərdir? Çünki bir valideyn əgər deyək ki, ərik yemirsə, heç vaxt evə ərik almayıbsa, meyvə rasionunun içində ərik olmayıbsa və uşaq əriyi görməyibsə, gedib bağçada, məktəbdə, qonşuda əriyi necə yesin? Çox gözəl vurğulayırsınız və çox gözəl yanaşdınız. Bəzən valideynlər olur, hətta ki biz uşaqlara ərik meyvə olaraq əslində misal verdim. Burada bir çox qidalar ola bilər. Ana sualımı əslində toparlasam belə deyim. Ana öz rasionundan çıxartdığı, mətbəxinin rasionundan çıxartdığı, soyuducusundan çıxartdığı qidaları sonra uşaq sevə bilərmi? Əslində tam düz yanaşmısınız. Yəni misal desək ki, kök səbəblərdən 3 dənə kök səbəb çıxarılırsa, biri də budur. Yenə valideynlər yazacaq ki, Vasif bəy bizi qınayır. Yox, əksində siz qınamırsınız, siz düzgün yanaşırsınız. Valideynlərin yəni məlumatının yetərsizliyindən yəni bu gəlib ortaya çıxır. Yəni heç bir valideyn istəməz ki, yəni övladlarında bu kimi hallarla müşahidə eləsinlər. Valideynlər olub ki, nəinki məsələn qidalar olsun, ümumiyyətlə ət yeyilmir. Evdə valideyn ət sevmir. Daha sonra uşaqlarında da görürlər ki, ət yemirlər. Daha sonra uşaqlarına məcbur şəkildə ət yedizdirmək istəyirlər. Valideyndən soruşulur, bəs siz özünüz ət yeyirsiniz? Daha sonra terapiyaların qurtarında deyir, xeyr, mən ət yemirəm. Yəni eyni ilə yəni meyvəyə də aid eləyə bilərik bunu. Valideyn gəlir deyir ki, mənim uşağım misal deyirəm üzüm yemir. Deyir ki, əslində süfrəyə çox üzüm qoyulur. Bəli, süfrəyə çox üzüm qoyulur. Hətta bu qidalara da aid eləməsək, bunu biz qoxulara da aid eləyə bilirik ki, valideynlər məsələn evdə ətirin gəlməyini sevmirlərsə, digər məkanlara gedəndə övladlarının buna qarşı həssas yanaşdığını gördükləri zaman deyirlər, bəs övladın yəni bu bir növ o nüansa mı gətirir ki, biz əslində təqlid edərək böyüyürük valideynlərimizi. Bəli. Gördüyümüzü götürürük və o təqlidlə böyüyürük. Yəni mənim anam evdə ətir gəlməsini sevmirsə, mən də uşaqlığımdan mən də ətir sevmirəm deyərək təqlid edərək böyüyürəm və artıq mənim öz quruluşuma oturur. Artıq mən ondan çıxmaq istəsəm də çıxa bilmirəm. Biz ümumiyyətlə terapiyalarımızda sensor inteqrasiya və ya da duyu bütünləmə terapiyalarının kökündə uşaqlara öyrənmə qabiliyyətini öyrətmək üçün biz təqlid sistemi deyirik ki, həmin təqlidləri öyrədirik. Çünki insan qarşısındakı insanın yaxşı əlamətlərini və yaxud da ki, uşaq olduğu üçün bilmir yaxşı ilə pisi böyüklər necə eləyir. Yaxşı əlamətlərini baxıb götürmək üçün biz həmin uşaqlara təqlid sistemini öyrədirik. Təqlid sistemi də öyrənən uşağın öyrənmə qabiliyyəti daha da gözəl olur. Çünki həmin uşaqlarda izləmə var. Və biz öz böyüklərimizi izləyərək ki, məsələn böyüklərimiz misal deyirəm, necə işləyirlər və yaxud da ki, qidanı necə yeyirlər və yaxud da ki, müəyyən yeyirlər, necə yeriyirlər, körpə uşaqlar var, ataları kimi yeriyir. Bəli, eyni ilə yəni bir çox hərəkətliliyinə, müxtəlif ortamda necə hərəkət edirlər, qarşısındakı insanlara necə yanaşırlar. Yəni bu kimi hərəkətlərə baxaraq təqlid edirlər, eyni sizin vurğuladığınız kimi. Az əvvəl özünüz bir ayrım nüansına toxundunuz. Orada o ayrımdan istərdim danışasınız ki, sensor inteqrasiya və duyu bütünləmə arasındakı fərq nədir? Biz bu efirlərimizdə hər zaman danışırıq, qarışdırılan bir məsələdir bu. Mən açıq deyim ki, bəzən valideynlər gəlib bizə deyirlər ki, məsəl üçün biz bu sahənin adı sırf sensor inteqrasiyadır. Lakin öz ölkəmizin dilinə uyğun olaraq və təhsil metodika dilindən dəyişməsində. Bəli, təhsil metodika dilindən dəyişərək duyu bütünləmə adının altında fəaliyyət göstərir. Yəni duyğularımızın əslində bütünləşdirilməsindən gedir söhbət. Bəli, duyğularımızın altında biz hərəkət edirik və duyğularımızın korreksiyası yönümündən, yəni
qaynaqlanaraq biz hərəkət edirik. Buna görə də sensor inteqrasiyanın duyu bütünləmə adı ilə dəyişiklik və yaxud da ki öz ölkəmizə uyğun olaraq, lakin heç bir fərqi yoxdur. Bəzən valideynlər gəlir mənə deyir ki, müəllim, övladım duyu bütünləmə terapiyasına gəlir sinyalsız, amma istəyirəm ki, biraz da sensor inteqrasiyaya keçsin. Yəni deyirəm ki, bunun heç bir adı yoxdur, eyni terapiya növüdür. Eyni terapiyadır. Bəli. Az əvvəl qoxu dediniz, amma keçdik, söhbətin üstündən keçdik. Təkrar qayıtmaq istəyirəm qoxuya. Çünki bununla bağlı sual hazırlamışam sizə. Qoxu və tekstura həssaslığı nə ilə bağlı ola bilər? Ümumiyyətlə qoxu və dada qarşı olan beynimizdə bir struktur var ki, bu strukturda emosional strukturlarla bağlı amigdala dediyimiz, limbik sistem dediyimiz strukturlara yaxın olduğu üçün bəzən uşaqların qoxuya qarşı və yaxud da ki qidaya qarşı və yaxud da ki toxunsala qarşı hər hansısa bir səthə toxunmağa qarşı reaksiyaları zəifcə və uşaqları eyni ilə, yəni mövzumuzun adı altında travma şəklində məcbur olunursa, uşaqda artıq qoxu və daddan əlavə digər strukturlar, amigdala olsun, limbik sistem olsun, daha sonra həssaslaşmağa başlayır və uşaqlar biz uşaqları toxunmaqda ya da yeməkdə ya da qoxuda məcbur etdiyimizdə mi travma baş verir, yoxsa elə hansısa bir travmadan sonra bu həssaslıq başlayır? İndi onun əsas kök səbəbinə baxmaq lazımdır. Bəzən travmadan qaynaqlanır, bəzən isə uşaqda istəmsizcəsinə siz bir vurğuladınız ki, görmədiyi zaman həmən hər hansısa bir qidanı və yaxud da hər hansısa qoxunu həmən qoxunu bəyəndirmək üçün və yaxud da ki, həmən qidanı bəyəndirmək üçün uşaqlara məcbur olunduğu zaman bu kimi hallarda da uşaqlarda travmalar yaranır. Qoxuya qarşı və yaxud da ki, hər hansısa bir səthə toxunduğu zaman və yaxud da ki, hər hansısa bir geyindiyi zaman o uşaq yəni narahatçılıq, həddindən çox narahatçılıq yaşayır və buna da hiperhəssaslıq deyilir. Səthə toxunmaq, paltara toxunmaq, geyim toxunmaq, fərqi yoxdur. Hər hansı bir insana toxunmaq. Biz bəzən sərhədlərimizi bilmirik də. Bir uşağı çox istədiyimizdə, onu çox istədiyimizdən ya çox sıxırıq, ya çox öpürük, ya yəni onun sərhədlərini hörmət etmirik bəzən. Yaşına uyğun bir sərhədi var. Onun necə biz böyüklər özümüzün sərhədlərimizi qoruyuruq. Hər kəs bizi qucaqlayıb öpə bilməz, hər kəs bizə yaxınlaşa bilməz. Əslində uşaqların da sərhədləri var. Biz o sərhədi keçməməliyik. Bəzən də uşaqlarda bu toxunma problemi olduğu zaman bunu sevgi çatışmamazlığı kimi qiymətləndirirlər. Valideynlər deyir ki, mənim uşağım özünə qapalıdır, soyuqdur, o sevgisizdir, qucaqlamaq olmur, öpmək olmur. Uşaqlardan hər zaman biz belə oyun kimi baxırıq da, bəzən uşaqları körpə uşaqda oynadım, deyim, gülüm, əylənim. Bir müddətli əyləncənin içində əslində biz o uşaqlara nə qədər də əziyyət vermiş oluruq fərqinə varmadan sərhədlərini keçəndə. Bu toxunma problemi sevgi çatışmamazlığı ilə səhv qiymətləndirə bilinirmi? Əslində bu səhv qiymətləndirilir. Çünki uşaqların məsələn toxunsal həssaslıqları ola bilər ki, uşaqlar yəni toxunsal həssaslığında vurğulayım ki, savun edici deyirik ki, biz bunu yəni özünü müdafiə eləmə var ki, məsəl üçün uşaq birincisi ayırdedici toxunsal həssaslığı var ki, uşaq qarşısındakı hər bir əşyaya, istər fincana, istər topa, istər və yaxud da digər konstruksiyaya toxuna bilər. Lakin uşağın özünə qarşı toxunsal sistemini uşaq sevməyə bilər. Bəzən də bu uşaq toxunulmağını sevmədiyi halda valideynlər deyir ki, və yaxud da ki, uşaqların əmiləri, dayıları, bibiləri, xalaları deyir ki, uşaq bizi çox istəmir, ona görə qoymur biz ona toxunmaq. Lakin bunun özü artıq sərhəddir və məcbur şəkildə uşaqları özlərini qucaqladıqları zaman uşaqlarda artıq beyinlərində siqnallar yaranır ki, bu mənim üçün təhlükədir. Əslində uşaqlar onları anlamadığı halda, onlara məcbur göstərildiyi halda uşaqlar onu özlərində travma kimi yaşatmağa başlayırlar ki, qucaqlayın. Bu mövzunu davam edəcək. Telefon xəttində dinləyicimiz var, Xəqani bəy bizimlədir. Alo, vaxtınız xeyir olsun. Salam aleyküm. Salam. Necəsiz? Sağ olun, yaxşı olasınız. Salamlayıram sizə. Biz də sizə salamlayırıq. Buyurun. Bir sual vardı. Mənim bacımın 15 yaşı var. Uşaqdır. Sadəcə olaraq bunun bir iyi duyma bir problemi var. Məsəl üçün yanımızda nəsə yansın, bir tüstü olsun, o hiss eləməyəcək onu. Bunu bilmək istəyirdim. Bunun səbəbi ilə bağlı maraqlanmaq istəyirdim. Qoxu hiss eləməkdə problem var. 15 yaşı var, bacısıdır Xəqani bəyin. Hər hansı bir nəsə yandığı zaman hiss etmir deyir. Ümumiyyətlə bir qoxu falan var, bir hiss eləmir. Bu mütəmadi olaraq mı belədir, yoxsa ara-ara zamanlarda baş verir? Demək olar ki, mütəmadi. Mütəmadi. Yəni ilk öncə baxmaq lazım ki, kösəbə yanğın qoxusunu mu hiss eləmir, yoxsa digər yanğını misal ver dəstində Xəqani bəy. Ümumiyyətlə qoxulara qarşı hissizlik var. Ümumi qoxulara qarşı hissizlik var. Ümumiyyətlə bu duyarsızlıq
kimi Bəli. bayaq dedik ki, ya uşaqlarda duyarsızlıq olur. Bu da sinir sisteminin balansının disbalansının pozulması nəticəsində gəlib ortaya çıxır. Məhz həmin zamanda birinci psixoloqlara və duyu bütünlənmə mütəxəssislərinə müraciət edilməlidir ki, artıq bunun səbəblərinə baxmaq lazımdır ki, bu uşaq niyə qoxuya qarşı reaksiya vermir? Bəzən də uşaqların qoxuya qarşı həddindən artıq çox reaksiya verdiklərini biz müşahidə edirik. Ona görə də bunun səbəblərinə baxmaq lazımdır və nədən qaynaqlanır buna baxmaq lazımdır. Bəlkə bunun özü bir nevroloji bir problemdir və yaxud ki, prosesdir ki, nevroloji cəhətdən, yəni psixoterapevtlərimizə belə müraciət edə bilərlər və yaxud da ki, duyu bütünlənmə mütəxəssislərinə eyni ilə müraciət edə bilərlər ki, bunun səbəblərinə baxmaq lazımdır. Kök səbəbindən nədir? Mən öz adıma birinci təşəkkür edirəm zəngi üçün və diqqət üçün. Xüsusilə də vurğulamaq istəyirəm ki, biz bu tip verilişləri, maarifləndirmə verilişlərini bu səbəbdən yaratmışıq ki, təbliğ edirik ki, insanlar maariflənsinlər və zamanında müraciət etsinlər. 15 yaş məsələsi məni çox narahat etdi. O yaşa qədər problemin saxlanılması, ümumiyyətlə o yaşdan sonra narahatlığın olmasının özü bir narahatlıq əslində. Ümid edirəm doğru mütəxəssisə, doğru yerə, hətta həkimlərə belə müraciət etməyiniz vacib gələrsə mütləq müraciət edin. Çünki 15 yaşda tamamilə qoxulara qarşı işsiz qalmaq siz də dəstəkləyərsiniz ki, hansısa bir əslində tipi problem də ola bilər, nevroloji bir problem də ola bilər. Mütləq burada artıq nevroloqa da müraciət etmək lazımdır. Bəs taktil müdafiə nədir və valideyn bunu necə yanaşmalıdır taktil müdafiədə? Taktil müdafiə ümumiyyətlə taktil müdafiə dedikdə həddindən artıq çox reaksiya verilməlidir. Eyni ilə suallar necə izah edimsə elə rahat olsun. Taktil müdafiə deyəndə uşaq özünü müdafiə eləyir. Ümumiyyətlə nə özünə bəzən uşaqların nə özünə toxunmağını sevmədiyini görürük. Taktil müdafiə toxunsal müdafiəyə keçir. Bəli, toxunsal müdafiə. Buna görə də uşaqların yalnız taktil müdafiədən sonra digər duyuların da balansı anidən pozulmağa başlayır ki, hər şey toxunmaqdan başlayır. Çünki toxunmaqla insan kəşf etməyə başlayır. Domino daşı kimi bir yerdə problem varsa o hamısını aşırda gedir. Bəli, var. Bütün problemləri çıxardır. Yəni bir kök səbəb artıq digər kök səbəblərə də narahatçılıq verir. Taktil sistemdən daha sonra oral həssaslıq yaranır, daha sonra qoxu həssaslığı yaranır, daha sonra uşaqlarda emosional hisslərində bağlılığında problemlər yaranır. Yəni bu kimi hallarla çox müşahidə olunur. Bəs valideynlər nə etsin burada Laferd bəy? Nə etməlidirlər? Ümumiyyətlə baxmaq lazımdır taktil övladlarının taktil həssaslığı nə dərəcədədir və nədən sonra yəni bu taktil həssaslıq ortaya çıxıb. Əlbəttə ki, uşaqlar istəmədiyi halda, qucaqlaşmalığı sevmədiyi halda, toxunsallığı sevmədiyi halda onları məcbur eləməkləri yenə deyirəm bir tərbiyə növü deyil. Əksinə daha da övladlarını həssas eləyəcəklər. Bu kimi hallar gördükdə əgər toxunsal həssaslıq varsa, birbaşa duyu bütünlənmə mütəxəssislərinə müraciət edilməlidir ki, tez bir zamanda aradan qaldırılsın. İndi gəlin bir gerçəyi də qəbul edək ki, biz taktil müdafiə edirik, bəzi insanlar heç taktilin nə olduğunu da bilmir və bu çox normaldır. Yəni o toxunsal müdafiəni bəzən valideynlər də anlamaya bilər ki, onların uşağında bu problem var. Valideynlər ilk əvvəl nə etməzdən qabaq necə bilsinlər uşaqlarında bu problemlər var? Hansı əlamətləri evdə müşahidə etməlidirlər? Ümumiyyətlə evdə hansı ev mühitində uşağın qidiyə toxunmamağı, uşağın meyvəyə toxunmamağı, uşağın və yaxud da ki sürüşkən materiallı olan strukturlara, teksturlara toxunmamağı və yaxud da ki uşaqlarının belə deyim şampuna toxuna bilmədikləri halda, üz köpüklərinə toxuna bilmədikləri halda bu artıq uşaqlarında taktil həssaslığının olmağını göstərir və yaxud da ki valideynlərin əllərindən tutmadıqları halda, əllərini buraxıb yanlarında gəzdikləri halda təhlükə olan bir mühitdə, yəni bu kimi hallar artıq övladlarına taktil həssaslığı göstərir. Mən sizə öz subyektivdən bir sual vermək istəyirəm, elə özümdən nümunə göstərmək istəyirəm. Mən məsəl üçün 33 yaşıma qədər zeytun yeməmişəm. Evdə də yeyilib, süfrədə də olub, ətrafımda da görmüşəm. Amma mən zeytun yeyəndə elə bilirdim ki, boğularam. Yəni onun qoxusu, onun strukturu məni narahat eləyib hər zaman. Günlərin bir günü təsadüfən bazarda, Türkiyədə bazarda yolda gedərkən o zeytunun qoxusu mənim xoşuma gəldi. Qızardılmış zeytun var idi vitrində. Və mən xahiş etdim ki, ondan yeyə bilərəmmi, dadına baxa bilərəmmi? 2-3 dənə verdilər mənə satıcılar, yedim və o gün bu gündür mən hər gün zeytun yeyirəm. Bu məndə nə problem idi? Evdə də var idi. Mən ətrafımda da görürdüm. Bu problemə belə bir yanaşma növü deyim. Bir valideynlərin birinə bir zaman qəbul elədiyimiz zaman dəyərləndirməyə övladının ət yemədiyini demişdi. İndiyə kimi övladı ətin heç bir növü demişdi ki, ət yemir. Mən dedim ki, sizin övladınız yalnız qızartma mı ət yemir? Dedi, yoxlamamışam. Sadəcə övladıma normal suda qaynanmış ət vermişəm, yeməyib. Dedim, onda siz övladınıza ətin digər növlərindən, məsələn, digər növləri dedikdə qızarmış formasında və yaxud ki, qıyma formasında və yaxud da ki, digər formalarda bişmiş növünü verən heç terapiyaya ehtiyac olmadı.
Yəni verdiyimiz məsləhətdən sonra siz də yəni həmin zeytunun digər Mən növlərini zeytunun başqa yeməmisiniz. növünü də yeməmişdim. Heç bir növünü yeməmişdim. Amma Onun qızartmasının qoxusu məni cəlb elədi. Bəli, burada bir duyu sisteminin xoş impuls verməyi, beyninə stimullar verməyə artıq digər və bura əlavə edə bilərik dəniz məhsullarında məsələn. Mən dəniz məhsulları da heç vaxt yeməmişdim. Son 3 ildə artıq dəniz məhsulları yeməyə başlamışam və hər zaman da yanımda yeyən insanları qınayırdım. O necə yeyirsiniz? Görüntüsü, qoxusu mənə qəribə gəldi. İndi o qoxuya həsrətəm. Axtarıram ki, ən yaxşı dəniz məhsulları necə yeyə bilərəm, harda yeyə bilərəm. Bəs onu necə yeməyə başladınız dəniz məhsulları? O da yenə bir dostlarımızın təqidindən dadına bax, qınama, öncə bir nədir, necə dadır. Yeyəndən sonra gördüm ki, əslində çox möhtəşəm bir dadı var imiş. Hətta mənim ağız dadıma uyğun bir dadı imiş və illərdir mən bunu niyə dadmamışam. Vasif bəy, burada sizə məsləhət verilib. Siz yəni 33 yaşınızda olduğunuz deyim. Siz burada sizə məsləhət verib, hər şey sizin öz məsləhətinizə buraxılıb. Burada sizə məcbur olunmayıb. Əgər sizə məcbur şəkildə evdə deyirdiniz ki, masanın üzərində də vardı. Həmin zeytun yediyiniz zaman məcbur şəkildə mən yeməyin heç kəsin umurunda deyildi, mən yedim. Bəli, amma ki siz gələcək zamanda yəni o zeytunun qızardılmış formasını da yeməyəcəksiniz. Həmin zeytuna qarşı bir mənfi aravuz olacaq. Ya belə çıxır ki, məni ön yarğılarımla baş-başa buraxıblar və mən özüm qərar vermişəm ki, bunu yeməliyəm ya da yeməməliyəm. Bəli, arada bəzən elə də olur. Sadəcə arada itirdiyim illərə peşmanam. O arada zeytun yemədiyimə görə. Bəs travma keçirmiş uşaqlar niyə bəzi mühitlərdə daha aqressiv görünürlər? Ən çox hansı mühitlərdə aid eləyə bilərik? Travmanı ən çox gür və xaotik mühitlərdə biz bunu müşahidə eləyirik ki, uşaqların travma keçirdikdən sonra həmin mühitlərdən səs qulaqlarını tutaraq qaçmağı müşahidə eləyirik. Lakin bəzən uşaqların həmin mühitlərdə özlərini konsantrə eləyə bilmirlər və yaxud da ki, özlərini aqressiv göstərirlər. Lakin həmin mühitdəki uşaqların, travma keçirmiş uşaqların həmin mühitdə göstərdiyi aqressivlik özünü müdafiə sistemidir. Yəni orada uşaq özünü müdafiə eləyərək özünü aqressiv göstərir ki, yəni mən qorxu həyəcan içindəyəm. Həmin zamanda həmin uşağa rahat bir komfort alanı yaratmaq lazımdır ki, uşaq orada sakitləşsin. Həmin zamanda çox qısa müddətdə komfort alanı yaradan kimi uşaq öz aqressiyasını biz bəzən öz yaşlılarımıza komfort alan yarada bilmirik. Cəmiyyət bəzən o qədər, insanlar bəzən o qədər o dediyimiz, bəhs etdiyimiz insani sərhədlərimizi o qədər qorumur ki, biz bəzən yolda yeriyərkən, ictimai nəqliyyatda, nə bilim, söhbət əsnasında, mağazada sıra gözləyərkən belə o komfort alanımızın o qədər pozulduğunu müşahidə edirik ki, insanlar içində xüsusi bir aqressiya da var. İndi hər kəsdə də travma axtarmaq deyil məsələ, amma bu gün günümüzün reallıqları da var ki, insanlar bəzən nəinki uşaqlara komfort alan yaratmaq, öz komfort alanlarının harda olduğunu, hardan başlayıb, harda bitdiyini bilmirlər. İş orası ki, Vasif bəy, bizdə bir yanaşma var. Hər kəsə eyni yanaşırıq. Fərq yoxdur. Amma ki, hər bir öz pəncərəmizdən baxırıq. Bəli, öz pəncərəmizdən baxanda hər bir insana, hər bir tətbiqi yanaşma cəhətdən verilir. Lakin hər bir insana fərqli yanaşmaq lazımdır. Bəlkə bu insan bunu sevir, bəlkə bu insan bunu sevmir, bəlkə bu insana məsləhət verir. Lakin bizdə bir hədəf var. O hədəf üzərindən çox zaman irəliləyirik. Bəzən də toplum içində, bəzi insanların beynində mənfi təəssürat yaradırıq ki, məsələn, bu insan mən niyə belə yanaşmayıb, belə yanaşıb. Əslində sizin yanaşma tərziniz çox möhtəşəmdir. Deyirsiniz ki, məsələn, hər bir insana yəni fərqli yanaşılmalıdır. Yəni mənim düşüncəmə görə, mənlə başlayan cümlə istifadə etdiyimə görə üzr istəyirəm sizdən də, dinləyicilərdən də. Əslində bu subyektiv fikrimi sadəcə çatdırmaq istəyirəm bir moderator olaraq. Mənim səsim çox yaxşı ola bilər. Mənə 2 nəfər çox yaxın dostum deyə bilər ki, sizin çox gözəl səsiniz var. Sən oxu Vasif, sən oxumalısan. Mən bu cəsarəti özümdə tapıb 60 nəfərin qarşısında hansısa bir musiqili mərkəzdə əlimə mikrofonu oxuya bilmərəm ki, kimsə narahat eləyir mənim səsim. Çünki bu artıq ictimaiyyətə dönüşür. Biri var 2 nəfər, avtomobilin içində, hardasa dostlarla tanışdı. Bir də var, sən bunu cəmiyyətə inandırmağa çalışırsan ki, mənim möhtəşəm səsim var və mən oxumalıyam mütləq. Mən düşünürəm ki, oradakı insanların hal-hazırda narahatlığına səbəb oluram. Həmin insanlara da xoş olmaya bilər. Sadəcə sizin ətrafınızda olan yaxınların sizin verdiyiniz misaldan bura yola çıxdım ki, yəni insanlar bəzən düşünmürlər cəmiyyət içində. Bəs səsə və işığa həssaslıq travma ilə əlaqəli ola bilirmi? Eynilə səsə və işığa qarşı olan bu eşitsel olaraq və yaxud da ki, görsel olaraq travmadır ki, uşaqların yenə deyirəm, gür mühitdə daha yüksək səslərə qarşı olan reaksiyalardan sonra uşaqların misal deyək də yüksək səsə qarşı reaksiyası var və yaxud da hər hansısa bir mühitdə musiqi səslənirsə, həmin musiqinin səs tonu daha yüksəyə qaldırılırsa, həmin zaman biz uşaqlarda qulaqlarını tutaraq həmin mühitdən qaçmağı müşahidə edirik və yaxud da ki, sayrışan işıqlara qarşı həssaslıqları varsa, daha da sayrışan işıqlara baxdıqları zaman həmin uşaqlarda biz yenə travma görərək həmin mühitdən qaçmaqları müşahidə edirik. Bu kimi hallar oldu ki, əgər bir insan həssasdırsa, o insanı daha da həssas eləyirsə, biz o insanın həmin mühitdən qaçmağı müşahidə eləyəcəyik. Daha sonra da biz o insanda özümüzdən asılı olmayaraq və yaxud da düşünməyərək
biləcək ki, travma yaradıb da, ən daha sonrasında da peşman olacağıq ki, uşağın belə həssaslıqları var idi. Biz daha da belə eləyərək həmin uşaqda travmaları yaratmışıq. Müəyyən simptomları saydınız. Qulaqların tutma, sayrışan işığa qarşı həssaslıq, çox səs-küy olan yerdə özünü narahat hiss etmə, konfor alanına ehtiyac, saya biləcəyimiz bir neçə nüanslara toxundunuz. Gəlin qəbul eləyək ki, bu gün bir neçə mütəxəssislər və ya dırnaqarası mütəxəssisəm deyənlər bunları birləşdirib hamısını autizm spektr pozuntusuna bağlayıb uşaqlara özdə atipik vərdiş eləyiblər, atipik deyib keçirlər üstündən. Çünki tipini bəlli etmədiyində məsuliyyətdən də azad olmuş olurlar, atipik deyib keçirlər üstündən. Bu saydığımız simptomlar niyə fərqlənir autizmdən? Ya autizmdə də eyni simptomları sayırıq, burada da eyni simptomları saymış oluruq əslində. Ümumiyyətlə hər bir insanın və yaxud da hər bir uşağın bir həssaslığı olur. Məsələn, ilk öncə kəşf eləmə dönəmidir. Məsələn, bunu autizmlərdə daha çox niyə müşahidə olunur? Məsəl üçün yaş 8-dirsə, bioloji yaşı, lakin beyinsel yaşı 3-dürsə, yəni bu kimi uşaqlarda biz həssaslığı görə biləcəyik. Çünki beyin öz yaşına çata bilmir. Lakin uşaqların biz inkişaf elədiyi dönəmində, uşağın 4 yaşı varsa, 5 yaşı varsa, məktəbə gedirsə və yaxud da ki, məktəbə qədərə gedirsə, həmin uşaqlarda hər bir insanlarda müəyyən qədər həssaslıq var. İstər sizdə olsun, istər və yaxud da ki, məndə olsun. Siz musiqiyə yüksək tonla qulaq asmağı seversiniz. Mən musiqiyə məsələn alçaq tonla qulaq asmağı sevərəmsə, lakin mən sizlə eyni məkanda olsam, siz yüksək tonla qulaq asdığınız zaman bu artıq məndə bir travma yaradacaq. Çox təşəkkür edirəm. Biz ayrılan vaxtın sonuna çatmış olduq artıq. Zaman ayırdınız, gəldiniz, minnətdaram. Unutmayaq ki, hər davranışın arxasında bir səbəb var. Bəzən bu səbəb görünməyən, amma sinir sistemində yaşayan bir izdir. Uşaqları etiketləmədən əvvəl onların bədəninin və beyninin bizə nə demək istədiyini anlamağa çalışmaq ən doğru yanaşmadır. Bu gün bizlə olduğunuz üçün təşəkkür edirik. Axşamınız xeyirli, düşüncələriniz stabil olsun. Növbəti efirlərdə yenidən görüşməyə ümidi ilə. Dalğanı dəyişməyin. Saatın tamamında ölkənin İş Xəbər Radiosunda ən son məlumatlarla sizlərlə bərabər olacağıq.